nəsib edəcəm. İndi o rəhmət nədir? Bir qeyri hesabdır, bilmirik nədir. Nə verəcək? Nə bilim, nə verəcək. Amma onu bilirəm ki, yaxşı bir şey verəcək. Onu bilirəm ki, bizə nə lazımdır, onu verəcək. Yəni, bir mükafat sizi gözləyir. Özü bir qeyri hesabdır. Buraxın Allahın öhdəsinə, Allah bilir nə vermək lazımdır. Hərdən olur, evdə məsələn, deyirsən, yemək, qonaqlar gələcək, yeməyi pişir, görsən kişi gəlir, hey müdaxilə, axırda xanım deyir, sən nə istsən? Qonaqları razı geçsin, xahiş edən 5 dəqiqə kənarda otur. Mən bilirəm nə hazırlayacam, nə inəyəcəm, sən də razı qalacaqsan. Doğrudan da axırda razı, nə yaxşı bu cürünə hazırladın, bu süfrəni açdın. Biz hərdən buraxaq Allahın öhdəsinə. Biz özümüz bəzən təyin edirik. Bunu ver, bunu ver, bunu ver, bunu ver. Bəlkə də o təyin etdiyimiz bir, o nə verəcəkdi, onu qoysalar bunun yanında, ürəyimiz narahat olar ki, ilahi, biz niyə bu istədiyi yoldan məhrum olduq? Ona görə buraxın Allahın öhdəsinə, biraz səbirli olsunuz, o çətinliklərdə mükafatınız da var. Bir, çətinliyin